Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən istəyərdim ki, 7-ci sinif dərsliyindən First Conditional qaydasına aid kitabda verilən bir çalışmanı həll edək sizinlə bərabər. Birinci, ilk bizə görürük ki, 0-cı cümlədə verilib artıq bizə biz bu cümlələri qurmaq üçün if-dən istifadə eləyəcəyik. Çünki bizə if qoyulmayıb. If-dən istifadə eləyəcəyik. Biz əvvəla onu bilirik ki, if olan cümlələrdə bir tərəf indiki zamanda olarsa, digər tərəf gələcək zamanda ola bilər. Uzlaşmalara əsasən. Onu da bilirik ki, ifin qaldığı tərəf, yəni ifdən sonraki tərəf həmişə deməli indiki zamanda olar. Gəlin, sıfırıncı cümlə bizə artıq verilib. Birinci cümlədən başlayaq. You are honest, sən vicdanlısan cümləsi. Orada biz if qoymalıyıq, çünki ifi indiki zaman olan istiqamətə həmişə qoyuruq. If you are honest, you will never tell lies. Sən əgər vicdanlısansa, sən heç vaxt yalan söyləməyəcəksən. Bir də C variantını qoyduq. İkinci cümləyə baxırıq. You are lucky. Sən şanslısan. Orada da if'i qoyuruq cümlənin əvvəlinə. If you are lucky, you will win the game. Yəni ki, əgər sən şanslısansa, uğurlusansa, sən oyunda qalib gələcəksən. İkiyə də A variantını yerləşdirdik. Üçüncü cümləyə baxırıq. Baxırıq, diqqət edib, gələcək zaman bu tərəfdədir. Əgər gələcək zaman bu tərəfdədirsə, biz digər tərəfə if'i qoyacağıq. I will not water the trees. Yəni ki, mən ağaclara su verməyəcəyəm, sulamayacağım hər cür tərcümə ola bilər. Mən burada G variantını seçirəm. If it rains tomorrow. Əgər sabah yağış yağacaqsa. If'i mən bura yerləşdirərəm, yəni cümləni tamamlayanda. Sonra baxırıq dördüncü cümləyə. Burada G-ni yerləşdirdik. Dördüncü cümləyə baxanda if we study hard, bizim indiki zamanımız buradadırsa if-i cümlənin əvvəlinə qoyarıq. If we study hard, we will do in our exams. Əgər sən çox çalışsan, əgər biz çox çalışsaq, biz imtahanda yaxşı keçəcəyik, imtahanı yaxşı yazacaq. Yəni, kim necə istəyir, tərcümə edə bilər bizim dilimizə uyğun olaraq. Burada da indiki zaman are bu tərəfdə olduğuna görə if-i biz cümlənin əvvəlinə qoyarıq. If they are late, onlar gecikərlərsə, their teacher will be angry. Onların müəllimi qəzəblənəcək, əsəbləşəcək. Hər cür deyə bilərik. 6-cı cümlədə yenə də görürük gələcək zaman bu tərəfdədir. Biz gələcək zamanı digər tərəfə qoyacağıq. Bizdə bir E variantı qaldı. Onu da qoyduq 6-cı cümləyə. Görək